Yaxın Şərqdən sonra daha bir önəmli bölgədə, Şərqi Aralıq dənizi ətrafında təhlükəli hərbi-siyasi qarşıdurma vəziyyəti yaranmağa başlayıb. Belə ki, rəsmi Parisin siyasi təxribatları ucbatından yaranmaqda olan yeni böhranla bağlı Türkiyə, Fransa və Yunanistana sərt xəbərdarlıq mesajı vermək məcburiyyətində qalıb və əgər bu hərbi-siyasi qarşıdurmanın qarşısı vaxtında alınmazsa, onda bu ölkələrin üzv olduqları NATO-nun daxilində yeni böhran təhlükəsi qaçılmaz ola bilər. Onu da qeyd etmək lazımdır ki, son baş verən hadisələr Şərqi Aralıq dənizində də yenidən qlobal güclərin geopolitik toqquşma məkanına çevrilməkdədir. Türkiyə tərəfindən Fransa və Yunanistana sərt xəbərdarlığın edilməsi onu göstərir ki, Kipr böhranı indi artıq yalnız regional təhlükəsizlik problemi deyil. Belə ki, hazırda bu böhran daha geniş geopolitik proseslərin, NATO daxilində nüfuz savaşı, Avropanın yeni təhlükəsizlik arxitekturası, enerji marşrutları olan rəqabət və qlobal güclər arasında formalaşan yeni balans mübarizəsinin tərkib hissəsinə çevrilib. Məsələ ondadır ki, rəsmi Ankara, Fransa və Yunanistanın bu regiondakı hərbi-siyasi təxribatlarını prinsipial reaksiya verir. Üstəlik, Cənubi Kiprdə Fransa hərbi kontingentinin yerləşdirilməsi ehtimalı ilə bağlı yayılan məlumatlardan sonra isə Türkiyənin xəbərdarlıq mesajları daha da sərtləşib. Belə ki, rəsmi Ankara açıq şəkildə bəyan edib ki, Kipr adasında xarici hərbi iştirakçıların genişləndirilməsi bölgədəki əsas qüvvələr balansını poza bilər və bu halda Şərqi Aralıq dənizində yeni gərginlik dalğasının yaranması qaçılmaz olacaq. Maraqlıdır ki, hazırda Ukrayna savaşı, ABŞ-Çin qarşıdurması, Avropanın enerji böhranı və NATO daxilində yaranan fikir ayrılıqları qlobal məkanı ciddi ziddiyyətləri ilə yükləyib. Bütün bunlar paralel olaraq Aralıq dənizi özəsində artıq yeni geopolitik cəbhə xəttinə çevrilməyə başlayıb və xüsusilə də enerji təhlükəsizliyi məsələsi bu bölgənin strateji əhəmiyyətini qat-qat artırır. Bu baxımdan hazırda müşahidə olunan əsas reallıq isə ondan ibarətdir ki, qlobal geopolitik sistem sürətlə dəyişir. Bu dəyişikliklərə paralel olaraq Şərqi Aralıq dənizi 21-ci əsrin ən təhlükəli geopolitik qarşıdurma məkanlarının birinə çevrilmək üzrədir. Üstəlik, Türkiyənin Fransa və Yunanistana verdiyi sərt mesajlar isə məhz bu geopolitik savaşın artıq tədricən açıq müstəviyə keçməyə başladığını göstərir.